Əgər Adnan Oktarın tələbəsi, Adnan Oktara hocam deyən şəxs həqiqətən də özünü haqlı sayırsa, Allah ayəsindən mən dua etdim Quran-Kərimdə yazıldığı kimi. Dedim, əgər həqiqətən də sən haqqı deyirsənsə, Allahın dediklərini deyirsənsə, bunlar sənin nəfsin deyilsə, insanları azdırmırsansa, onda bu duaya amin de. Dua da ayədə belə idi. Gəlin siz də oğlanlarınızı, biz də oğlanlarımızı, siz də qızlarınızı, biz də qızlarımızı, siz də həyat yoldaşlarınızı, biz də həyat yoldaşlarımızı bura çağıraq. Və deyək ki, Allahın lənəti olsun yalan danışana. Mən heç nə istəmirəm Adnan Oktarın tələbəsindən. Bir dənə bu videonun altından amin yazsın. Əgər özünə arxayınsa, nə debat istəyirəm, nə müsahibə istəyirəm, heç nə. Bir dənə amin yazsın. Əgər özünü haqlı hesab edirsə. Daha maraqlı olan budur ki, Bismillahir sözünü Bismileyhi deyən adam, fərqi gördünüz də, çox böyük iddialardadır. Və Adnan Oktarın tələbəsinə alimdir, Quranı bilir deyənlər özləri Quranın üzünü heç olmasa açıb bir dəfə, heç olmasa bir dəfə Bismillah sözünü oradan oxuyublarmı? Zəhmət olmasa suala cavab verin. Və hansı qənaətə gəldiniz ki, siz Adnan Oktarın tələbəsi düz danışır, yerdə qalanlar yalan danışır. Nəyə istinadən deyirsiniz? Elminizə mi?